Aygün xanım, turba idmanını edirsən? Əlbəttə ki. Belə necə fayda verir? Çox gözəl. Bax, Aygün xanımın turbası buradadır. Bax, göstərirəm sizə. Mükəmməl nəticə alır. Bir də onu qeyd edeyim ki, Aygün xanım, bax, bu Pirallahı rayonu Retro Şadlıq Sarayının yaxınlığında Nur Studio var, gözəllik salonu. Orada xanımları masaj, belə deyim də, masaj eləyirlər. Masaj. 5 manatdır qiyməti, yəni böyük summada deyil. Həm turba idmanını izah eləyir, həm sağlam həyat tərzini izah eləyir bildiyi qədər, həm də ki, masaj eləyir. Göstərim bir dənə də burada necə şeylər var, alətlər də var. Baxın, bax belə şeylərdir. O şey də vardı, hara qoydunuz o başa keçidən? Oradadır. Hə, buradadır. Bax, buradadır. Bax, bu da yaxşı şeydir. İndi mən öz başıma keçirəcəm bunu. Görüm necə bir şeydir. Sonra burada gellər də yəqin ki, aparat da pis aparat deyil. G8. G8. Son model. Son modeldir, hə. Yenə də təkrar deyirəm, Pirallahı rayonu Retro Şadlıq Sarayının yaxınlığında Nur Studio. Elə bir Rəvanənin salonu deyirlər də. Rəvanə xanım da burada dırnaq ustasıdır, çox gözəl ustadır. Yəni belə deyim də, onun qəbuluna düşmək üçün ad yazdırırlar da. Həmçində burada Gültəkin xanım, Aygün xanımın bacısı, mənim də yoldaşım, o da saç ustasıdır. Bax belə. Hər birinizə minnətdaram, təşəkkür edirəm. İstəyən xanımlar gəlsin inşallah. Buyursun. Çox gözəl, səliqəli yerdir inşallah.